ABŞ və Türkiyənin tanınmış alimləri olan Azərbaycanlı bacılar. Solda Amerika Birləşmiş Ştatlarının alimi Qəmər Ağaoğlu, sağda isə bacısı Türkiyənin alimi Dilşad Elbrus. Qəmər xanım 1903-cü ildə Şuşada anadan olmuşdur. Bolşevik işğalından az sonra Qəmər anası Xeyransa bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edirlər. Qəmər Ağaoğlu 80-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə bir sıra pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. Michigan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət Tarixi bölümünün professoru idi. 1974-cü ildə 30 il çalışdığı Michigan Universitetindən təqaüdə çıxır. Bacısı professor Dilşad Elbrus isə Türkiyədə atom fizika üzrə ilk mütəxəssislərdən biri olub. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra atası Talıbxan bəyin bütün əmlakı müsadirə olunur, özü isə qətlə yetirilir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. 2 kitabın və bir neçə elmi məqalənin müəllifidir.